Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Mən Fidan İskəndərova. Bəli, bu gün, yəni 23 iyun 2026-cı il tarixində sertifikasiya imtahanı keçirilib ibtidai sinif üzrə və gəlin sizləri həmin suallarla tanış edim. İzahlar yararlı olarsa bəyənməyi də unutmarsınız. Ürəyiniz istəyərsə rəy yaza da bilərsiniz. Vaxt itirməyək, başlayaq suallara. Sual 1. Hansı sözdə şəkilçi fərqli tələffüz olunur? Cavabımız olacaq burada nə? C variantı. Kələmdən, yəni kələmnən olacaq. Dandən, nandən kimi tələffüz olunacaq. Kəpənəklərin, balıqlarda, mələkdən kitablar. Bu sözlərdə isə kökün tələffüzündə fərqlilik var. Şəkilçilərdə deyil. Variantımız olacaq C variantı. Sual 2. İsmi xəbəri olan cümləni seçin. Əgər bizim xəbərimiz hərəkət sayılırsa feili xəbərdir. Yox, əgər xəbərimiz hərəkət sayılmırsa, o zaman həmin xəbər ismi xəbər sayılır. Bu səbəbdən variant B variantıdır. Onun ən böyük arzusudur. Xəbərimiz ismi xəbər olacaq. Nə edir, sevir, nə edir, açıldı. Nə edir, xoşlayırdılar, nə etdi, izah etdi. Bəli, A-da, C-də, D-də və Y-də xəbərimiz gördüyünüz kimi hərəkət sayıldığına görə feili xəbərdir. Sual 3-dən davam edək. İndiki zamanda ikinci şəxsin cəmində işləmiş sözü seçək. Cavab C variantı. Mən yox, sən yox, o yox. Biz yox, siz. İkinci şəxsin cəmi sizlə başlayır və siz qaçırsınız. Bu sözdə nə edirsiniz indiki zamanla işlənib. Burada da, burada da, burada da indiki zamandır, amma ikinci şəxsin cəmində deyil. Ona görə olmaz. Bu da keçmiş zamandır. Variant C variantı. Əziz dəyərli müəllimlər, izahları bəyənirsinizsə, izahlardan razı qalırsınızsa, əziyyətə qarşılıq bəyənməyi, paylaşmağı və rəy yazmağı unutmayın. Hansı sözdəki samitlərin hamısı kardır? Bu tip nümunələrdə bilirik ki, mütləq şəkildə tələffüz etməli və cavabı götürməli. Cavabımız Y variantı. Əlaçıda cingiltili var, sistemdə, əmrdə cingiltililər var, sonra da cingiltililər var. Cavabımız Y variantı olacaq. Sual 5. Hansı əvəzliklər hallanmır? Hər, bir də nə isə. Ümumiyyətlə yadda saxlayın, hallanmayan əvəzliklər kimi isə, nə isə, hər. Bax, bunlar hallanmır. Heç kimim, heç nəyim, hansından nəyə, onlara, amma əvəzlik deyil. Öz hallanır, amma birbaşa hallanmır da. Mənsubiyyəti götürür, sonra hallanır. Özümə, özümdə, hamıya. Cavab Y variantı. Hansı sözdə tələffüzü fərqlənən qoşa samit var? Cavabımız A variantıdır. Doqquz. Əvvəl, şəffaf, addım, xiffət bunların tələffüzü fərqlənmir. İsim və feil kimi işlənə bilən amonimləri göstərək. Variantımız C variantı. Məsələn, az deyə isim yoxdur, arı deyə feil yoxdur, əqrəb deyə feil yoxdur, dolu deyə feil yoxdur. Cavabımız olacaq C variantı. Toy deyə feil yoxdur. Divan deyə feil yoxdur, bal deyə feil yoxdur. Cavab C variantı. Yol ismi yolmaq feili, üz ismi üzmək feili. Gedilən yol, saçımı yol amonimdir. İnsanın üzü, bir də var suda üzmək. Bunlar da amonimdir. Sual 8. Hansı sözlər həm say, həm də zərf kimi işlənə bilər? Variantımız A variantı. Bir qədər insan, çox insan. Bir qədər danışır, çox danışır. Məsələn, bir sıra say olar, zərf olmaz. Bir zərf olar, say olmaz. 50-ci say olar, zərf olmaz. Bir neçə say olar, zərf olmaz. Cavabımız A variantı. Cümləni sintakli təhlil etməliyik. Oğul, özünə dost seçərkən ehtiyatlı ol. Nə et ehtiyatlı ol? Nə zaman? Özünə dost seçərkən. Oğul deməli xitabdır deyə sintakli təhlil olunmur. Variantımız olacaq C variantı. Qrammatik şəkilçi qəbul etmədən isimləşmiş say hansı cümlədə işlənmişdir? Normalda say o zaman
qrammatik şəkilçi qəbul etmədən isimləşir ki, məsələn, belə olsun. Birinci gəldi, 5 3-ə bölünür. Yəni, adlıq halın əslində kateqoriyasını götürüb, o da görünmür də. Çünki adlıq halın özünə xas kateqoriyası yoxdur. Variant D variantı. Baxın, 7 müqəddəs rəqəmdir. Min illərdir ki, bu abidələrin sirrini açmaq heç kəsə nəsib olmayıb. Burada isimləşmə yoxdur. Axırıncı qatar saat 8-də yola düşəcək, isimləşmə yoxdur. Çox burada zərfdir. Burada isimləşmə var, amma qrammatik şəkilçi qəbul edib, mənsubiyyəti qəbul edib. Variant D variantı. Cümləni oxuyun, vergülün sayını tapın. Elm, bilik o qədər böyükdür ki, insana hər şeyi, hətta fiziki cəhətdən necə qocaldığını da unutdura bilər. Cavabımız olacaq C variantı. Elm və bilik arasına vergül qoyuldu. 2-dən sonra vergül qoyuldu. Hər şeyi sözündən sonra vergül qoyuldu. Variant 11-də C variantı. Tərkibində köməkçi nitq hissəsi işlənən sadə söz birləşməsini seçək. Cavab C variantı. Burada köməkçi yoxdur, bunlarda köməkçi yoxdur. Ümumiyyətlə A variantı mürəkkəb söz birləşməsidir. B, D, Y sadə söz birləşməsidir. Sadəcə tərkibində köməkçi nitq hissəsi yoxdur. Bəli, burada 1 ədatdır. Verilən cümlədə eyni anda həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul edən sözləri seçməliyik. Molla Nəsrəddin jurnalının əsərlərinin 2-ci cildinə böyük ədibin publisistik üslubunun səciyyəvi xüsusiyyətləri, maarifçilik ideyaları, cəmiyyətin problemlərinə tənqidi münasibəti və satirik düşüncə tərzini əks etdirən əsərlər daxil edilmişdir. Nə istəyir bizə? Bizdən deyir ki, hansı sözlərdə eyni zamanda həm hal, həm də mənsubiyyət işlənib. Variant D variantı. Əziz və dəyərli müəllimlər, əlimizə çatan qədərilə sualları tapdıq, sizlərə göndərdik. Hansısa sualda hansısa bir ədatı ola bilər, mən səhv qeyd eləmişəm, amma cümlənin, sualın məğzi dəyişmir. Siz də əsas fokuslanın ki, bu sualları sizə ən azı kurs olaraq vermişiksə, bu sualların dəyərini bilin. Sual belə düşməmişdi, yox. Əgər sualın necə düşdüyünü bilirsənsə, sən də bizə dəstək olan müdavimlər kimi o sualları bizlə paylaşa bilərdin. Biz həmin imtahanda iştirak edən müdavimlərin dilindən bu sualları götürmüşük və məntiqli bir suala çevirmişik ki, sizin qarşınıza çıxara bilək. Əziyyətə dəyər vermək məqsədi ilə izahları bəyənə bilərsiniz, paylaşa bilərsiniz ətrafınızdan, həmçinin rəy də yazsaz olarsınız əla. Belə dəyərli müəllimlər, inşallah ki, növbəti canlı dərslərdə görüşmək ümidi ilə özünüzə yaxşı baxın.